kimi yeməkdən tamamilə imtina etdiyimiz durumlarda belə mübadilə prosesinin tarazlığı pozulduğuna görə yenə qaraciyəri yağlandıra bilərik. Və bu çox mühüm məsələdir. Çünki normalda qaraciyər hüceyrəsi o öncəki videoda sadaladığım kimi bir çox funksiyanı yerinə yetirir. Amma zamanla yağlanma başlayarsa əgər artıq qaraciyərin o funksiya yerinə yetirən hissəsi get-gedə büzüşür və hüceyrənin içinə yağ molekulları dolmağa başlayır. Və bu yağ molekulları bir yerdən sonra artıq hüceyrənin fəaliyyətini sıradan çıxarır və bununla da yetmir, həmçinin də ekstra olaraq iltihabi proses başladır. Bu iltihabi proses isə məhz öncədə göstərdiyim Klementin misalındakı kimi qaraciyər hüceyrəsinin strukturunu pozur. Bunu sizə belə izah edeyim. Məsələn, bu Klementində gördüyümüz qabığın içərisində qalan narıncı hissə yediyimiz gözəl dad verən hissədir. Yəni meyvənin lətidir. Bu isə məsələn bu ağ sap olsun, yaxud da meyvənin lətinin üzərini örtən bu hissə olsun.